Əliyev Elçin Şura oğlu. 1987-ci ildə Xocalı rayonunda anadan olmuşam. Uşaqlığım burada keçib. Məcburi köçkün düşərək Göyçay rayonunda məskunlaşmışam. Həmişə arzum olub ki, öz ata-baba yurduma qayıdım və burada nəsə bir işlə məşğul olum. Çox şükürlər olsun ki, qələbə çaldıq. Artıq arzuma çatdım mən. Böyük qayıdış proqramı çərçivəsində öz yurt yuvama qayıtdım. Qayıdandan sonra mən artıq işlə bağlı müraciət elədim. Dövlət Məşğulluq Agentliyinin Azərqazla birgə keçirdiyi əmək yarmarkasında iştirak etdim və orada Azərqazın təşkil elədiyi vakant yerlərinə baxdım, kurslara cəlb olundum. İndi hal-hazırda Azərqazın Qarabağ Regional Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyirəm. Xocalı rayonuna növbəti köçlə bağlı gəlib biz onlara qaz xəttlərini çəkirik, sayğac quraşdırırıq ki, gələndə hər bir şey rahat olsun.